Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Mən Orxan Əli. Bugün sizlərlə bərabər lisey və gimnaziyalara qəbul imtahanının Azərbaycan dili fənninin 5-ci sinif üzrə, yəni 6-cı sinifə qəbulda düşən sualların izahını vermiş olacağam. 7-dən 8-ə çəkdik, 6-dan 7-yə çəkdik. Dedik ki, 5-ci sinifdən 6-cı sinifə qəbullarda inciməsin, qoy onlar da görsün ki, keçən il hansı formada suallar düşmüşdü. Təxminən onun formasında yenə də eyni suallar qarşınıza çıxacaq. Mövzu oxşarlığı etibarı ilə gəlin baxaq görək hansı tipli suallar düşmüşdü, hansı mövzulara müraciət eləmişdi və bu mövzulara necə yanaşıb, bu suallara necə yanaşıb, necə həll eləmək lazımdır. Başlayaq. Birinci sualdan deyir, hansı sözə yiyəlik hal şəkilçisi artırdıqda son samit olduğu kimi qalır. Təbii ki, bu qayda ümumi olaraq daha çox milli və alınma deyə bölünür. Milli sözlərimizdə k-yi əvəzlənməsi, q-ğı əvəzlənməsi baş verir, amma alınma sözlərdə bu baş vermir. Amma bəzi alınma sözlər də var ki, onlar da milli sözlərimizin qaydasına uyğunlaşaraq k-yi əvəzlənməsi, q-ğı əvəzlənməsi baş verir. Yəni bunu əzbərləmək lazımdırmı desəz, xeyr, əzbərləmək lazım deyil. Çünki sözə baxan kimi, şəkilçi üzərinə artırılan kimi müəyyənləşdirmək olur ki, bu əvəzlənmə baş verir, yoxsa əvəzlənmə baş vermir. Yəni dediyim kimi milli və alınma olaraq bölə bilirsinizsə sözləri, onda da yenə rahatlıqla görmək olur. Çox da uzatmadan deyək, ürək üzərinə in artsan olacaq ürəyin, sınaq olacaq sınağın, dirək olacaq dirəyin, amma hüququn deyə bir şey deyə bilərik və yaxud da ki, k ilə bitən bir dənə söz yazım, şərik. Şəriyin demirsən ki, şərikin deyirsən. Ona görə cavabımız olur hansı variant? D variantı. Keçək ikinci suala. Çıxışı xallı sözü müəyyən edin. Yenə də sadə bir sual düşüb. Yoldan, evdə, qənddən, hərdən. Anında çıxarsınız B bəndəki evdəni. Çünki ümumiyyətlə dan-dən şəkilçisini orada görmürsünüz deyə çıxırsınız. Amma hər gördüyümüz dan-dən şəkilçisi də çıxışı xal şəkilçisi demək deyil. Çünki bilirik ki, dan-dən şəkilçisi müxtəlif funksiyaları daşıyır. Həm çıxışı xal şəkilçisi ola bilir, qrammatik şəkilçidir, həm isim düzəldir, leksik şəkilçidir, həm də zərf düzəldir. Hərdən sözündə zərf düzəldibdir, leksik şəkilçidir, çıxıram. Qənddan sözündə qənddan, çaydan, güldan sözlərində bir cür yazılan dan leksik şəkilçisidir. Ona görə çıxıram C bəndini. Cavabımız qalır nə? A variantı yoldan. Evdən, işdən, yoldan, həyətdən, ağızdan və s. Hansı sözü yalnız məstər kimi başa düşmək olar? Sualını görürsünüz. Üçüncü sualda məstərin şəkilçisini tez yazırsınız. Maqmək, bəzən də mamə formasında olur. Düşmə hadisəsinin baş verməsinə görə. Qazmaq, yamaq, susmaq, barmaq. Baxıram ki, hamısında maq görsənir. Maq şəkilçisi var demədim. Maq görsənir, amma yamaq sözün kökü ya deyil ki, maq da şəkilçisi olsun, çıxırsan. Barmaq sözün kökü bar deyil ki, maq şəkilçisi olsun, çıxırsan. Qalır A və C variantı. Qazmaq və susmaq artırsan, burada bilməlisən ki, qazmaq sözü isim kimi də işlənə bilir. Yeməyin aşın qazmağı belə deyək, daha dəqiq olsun. Aşın qazmağı. Yəni nə sualına cavab verən bir yemək növü. Yemək növü demək düzgün çıxmır. Yeməkdə aşda olan bir hissə deyə bilərik, qazmaq. Və yaxud da təkcə aşda yox, başqa yeməklərin də dibdə olan hissəsinə qazmaq deyilə bilər. Amma daha çox aşda bunu deyə bilərik deyə. Çıxıram qazmaq sözündə. Bir yeri qazmaq desəm, onda məstər şəkilçisi olacaq, amma bizdən nə istəyir? Yalnız məstər istəyir. Başqa cürdə başa düşdüyümə görə, başqa hissəsi kimi də fikirləşdirə bildiyimə görə A bəndini seçmərəm. Cavabımız olacaq nə? C bəndi. Susmaq, nə etmək? Yəni, bunu başqa mənada düşünə bilirsənmi? Təbii ki, xeyr. Sadəcə məstər kimi düşünə bilirsən. Eyniköklü sözləri müəyyən edin. Eyniköklü sözlər, bu sual asan sualdır. Nə baxımdan? Eyniköklü sözlərin çətinliyi amonim köklə verilənlərdə ola bilər ki, sizə çaşdırıcılıq yaratsın sizdə. Çünki kök amonim olanda üzərinə artırılan şəkilçilər biraz vaxt tələb edir ki, sən düşünəsən ki, bu şəkilçi nədən nə düzəldib, adlardan mı düzəldib, feillərdən mi düzəldib və s. Amma burada elə bir söz verib ki, amonimliyi yoxdur. Yəni, çox rahat şəkildə tapa biləcəksən bunun eyniköklüsünün olmasını. Eyniköklü sözlər üçün ən önəmli qaydalardan biri nədir? Kök eyni olsun və eyni zamanda üzərində leksik şəkilçi olsun. Mən əzmək sözünü əzmək təhlil eləsəm, leksik şəkilçi yoxdur. Leksik şəkilçi orada yoxdursa, bitdi. Orada eyni köklükdən söhbət gedə bilməz. Əzəmət sözü, sözün kökü əz deyil ki, əzdən əzəmət əmələ gəlsin. Əzəmət sadə sözdür. Leksik şəkilçi görmədim deyə çıxdım getdi. Əzdik, əz sözün köküdür. Di qrammatik, çi qrammatik. Dikdi, dıqdı, dındı. Bu şəkilçilərdir. Dım, eyni zamanda dın. Bunlarda 2 qrammatik şəkilçi olduğunu yaddan çıxartmayın. 2 dənə qrammatik. Həm
Zaman həm də şəxs sonluq olduğunu. Burada da leksik çekici görmədim. Elə 3-ü, 5-i, 6-nı çıxsan variantlardan cavab qalacaq 1, 2, 4. 1, 2, 4-ü də təsdiqləyək. Əz, nəyid, əzik necə? Əz, nəyid, əzici necə? Əz, nəyid, əzici necə? Sözün özünün hansı nitq hissəsi olması önəmli deyil. Yəni, amma bizə önəmli olan nədir? Önəmli olan kökünün eyni nitq hissəsi olmasıdır, üzərində leksik şəkilçinin olmasıdır. Yəni, mütləq şəkildə eyni suala cavab verməsidir kökünün. 1, 2, 4 cavabımız olacaq. B variantı qeyd eləmişdik. Qorxunc sözünün leksik təhlili ilə bağlı yanlış fikri müəyyən edin deyir. Qorxunc sözü vahiməli sözlə sinonimdir. Bəli. Sual verəm, qorxunc necə, vahiməli necə, hər ikisi sifətdirmi? Bəli, necə sualına cavab verir və məna zətində də bir ki, oxşarlar, ona görə sinonim götürə bilərəm. Termin kimi işlənə bilmir. Bəli, qorxunc sözü niyə termin olsun ki? Düşündüm, heç bir fəndə termin kimi işlənə bilməz. Amonimlik xüsusiyyəti yoxdur. Bəli, qorxunc sözün amonimlik xüsusiyyəti yoxdur. D variantı cavabımız olacaq. Yalnız leksik mənası var. Ümumiyyətlə, dilimizdə elə bir söz yoxdur ki, onun yalnız leksik mənası olsun. Yalnız qrammatik mənası olan sözlər var. Amma yalnız leksik mənası olan sözlər yoxdur. Çünki dilimizdə olan bütün sözlərin qrammatik mənası var. Ona görə hər hansısa bir sözə deyə bilmərəm ki, bunun sadəcə leksik mənası var. Bütün sözlərin qrammatik mənası var. Yalnız qrammatik mənası var desə, düzgün fikir olar. O da nə ilə bağlıdır? Köməkçi nitq hissələrlə bağlıdır. Çünki köməkçi hissələrinin və şəkilçilərin leksik mənaları olmur. Onları izah edə bilmirsən. Cavabımız oldu D variantı. Yaxın mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb ismi müəyyən edin. Yaxın mənalı olsun, mürəkkəb olsun, isim olsun. Mürəkkəb olmayan söz yoxdur, variant çıxa bilmirəm. İsim mənim üçün daha rahat olar deyə düşünürəm. Yəni sizin adınızdan danışıram. Ona görə dadlı-dadlı, necə gözəl göyçək, necə deyə çıxaram. Cavab qalar A və yaxud da ki B variantı. Qohum qardaş, dərə təpə. Mürəkkəbdir, sadəcə qalır yaxın mənalılığı tapmaq. Dərə, təpə bir-birinin antonimidir. Ona görə çıxırsan, cavab qalır nə? Qohum qardaş, A variantı. Nəqli cümləni müəyyən edin. Sual cümləsi var, nəqli cümləsi var, nida cümləsi, bir də əmr cümləsi var. İndi baxaq görək, verilən cümlələr hansı cümlədir? Təbiət necə də kədərlidir. Elə oxunma tonundan, tərzindən və nidadan da bilmək olar ki, bu nida cümləsidir. Bunu bizə aparsın, aparsın. Sözün feilinə baxırsan, daha doğrusu cümlənin feilinə baxırsan, əmr şəklindədir. Deməli, olacaq buna əmr cümləsi, eyni zamanda heç fikir vermə. Bu da əmr cümləsidir. Cavab qalacaq nə? C variantı. Hər sözə qulaq asmazlar. Cavabımız oldu nə? C. Nəqli cümlədir, sadə bir cümlə. Bəndlərin birindəki sözlər bir-birlə sinonim deyil. Sinonim deyil. Qorxaq, cəsarətsiz. Necə? Necə? Qüsur, nöqsan. Qüsur nə? Nöqsan nə? Sinonimdir. Aydın necə? Aşkar necə? Cavab qalacaq nə? C variantı. Həqiqi və məcazi bir-birinin niyə sinonimi olsun ki? Çox rahat bir sualdır. 6-da da demək olar ki, sinonimlikdən bir sual var. 8-də də sinonimlikdən bir sual var. 5-də də sinonimlikdən sual var. Görün nə qədər sinonim, amonimliklərə müraciət eləyir. Gəldik 9-cu suala. 8 dedik, düzdür. 9-cu sualda hansı cümlədə məstər hal şəkilçisi ilə işlənib? Yəni, bu da artıq məstərə aid ikinci sual. Məstər maqmək şəkilçisidir, amma hər gördüyümüz maqmək də məstər demək deyil. Qarmaq sözün köküdür birbaşa, pişik yumaq da sözün köküdür birbaşa, quymaq da yenə sözün birbaşa köküdür. Yəni bunlardan üzərində maqmək şəkilçisi yoxdur. Futbola baxmağı sevirəm. Feilin üzərində maqmək şəkilçisi var, bəli, məstərdir. Nəyi sevirəm? Futbola baxmağı. Bu da lap cümlənin tamamlığı olsun, təhlildə eləmiş olaq məstər tərkibi əmələ gətirib. D variantı. Sədirlik sözünün fonetik təhlilindəki düzgün fikirləri müəyyən edin. Biz bilirik ki, fonetik təhlildə yazılışa və deyilişə görə 2 yerə bölürük. Onlara əsasən müəyyənləşdiririk. Yazılışa görə 3 xüsusiyyət müəyyənləşirdi. Bir heca, bir vurğu, bir də ahəng qanunu. Digər xüsusiyyətlərin hamısı isə saitlə, samitlə bağlı olan uzanma ilə, cəngitli, kar nə varsa hamısı da nə ilə? Tələffüzlə müəyyənləşirdi. İndi sədirlik sözünün tələffüzünü yazsaq, burada transkripsiyada olacaq nə? 3 dənə samit yanaşı gəldiyinə görə D-ın arasına bir i əlavə olacaq sədir. Lik sözü isə, lik şəkilçisi isə daha doğrusu tələffüzlərdə dəyişir, müxtəlif olur. Bu dəfə sədir r ilə bitdi, olacaq nə? Sədir rih. Sonu da ih ilə bitir, xüsusi iştiriklə. 3 hecalı sözdür deyirsə, birinci yazışa görə baxıram. Sədir lik. Yox, 2 hecalıdır. Əgər sən bunu qarışdırıb
tələffüzə görə baxsan, onda düzgün fikir kimi qəbul edəcəksən ki, ana baxın, sədirik 3 dənə var da burada. Xeyr. Heca yazılışa görə müəyyənləşdirilir. Ona görə 3 hecalı sözdür fikri yanlışdır. Vurğu sonuncu hecaya düşür. Yenə vurğunu da mən yazılışa görə aparmalıyam. Sədrlik yox, sədrlik. Sədrlik 2-dədir. Vurğu sonuncu hecaya düşür. Doğru fikirdir. Söz kar samitlə başlayıb kar samitlə bitir. Bunun tələffüzə baxırsan, s, xıs düşdürük. Düzdür. 3-də götürürəm. Deyiliş və yazılışında 2 fərqli məqam var. İ-nin gəlməsi 1, l-nın r-ya keçməsi 2, k-nın xıs düşdüyə keçməsi 3. Deyiliş və yazılışında 2 fərqli yox, 3 fərqli məqam var. 3 cingiltili samit işlənib d, r, r. Bəli, 3 dənə cingiltili samit işlənib deyə cavabımız olur 2, 3, 5, B variantı. 11-ci sualda döyüşkənlik və sərinlik. Bu dəfə kökü, fonetik təhlil deyil, döyüşkənlik deyil, kökü feildir. Gəlin bunları kök və şəkilçiyə ayıraq. Söz yazısına aid bir sualdır. Döyüş, həm söz yazılı, həm də baxım, amonimlikdən söhbət gəlirsə, leksikologiyadan da demək olar. Nə et? Döyüş nə? Döyüşkən necə? Döyüşkənlik nə? Sərinlik. Belə. Kökü feildir. Döymək feili 1-dədir. Ona görə 1-ə olacaq A. 3 leksik şəkilçi işlənib. Yenə də B də 1-ə aiddir. 3 dənə leksik şəkilçi var. Kökünün amonimliyi var. Döy amonim deyil, sərin amonim deyil. C bəndi heç birinə aid deyil. 1 leksik şəkilçi işlənib. O da təbii ki, ikinci sözə aiddir. D. 1-ə A, B, 2-yə də D. 1-ə A, B, 2-də D hansı variantdadır? B variantında. Gəldik mətn sualına. 12-17-ci suallar mətn suallarıdır. Gəl oxuyaq mətni. Mirvari sırğalı qız Yan Vermeerin şah əsəri hesab olunur. Rəsmin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hazırda Hollandiyanın Haqa şəhərindəki Mauritius rəsm qalereyasında saxlanılır. Sözü gedən əsəri bəzən Quzey Monalizası və ya Holland Monalizası da adlandırırlar. Vermeerin əsərləri haqqında geniş məlumat demək olar ki, yoxdur. Bu əsər də istisna deyil. Yəni bunun haqqında da məlumat yoxdur. O qədər geniş. Rəsm əsəri 4-cü Mer tərəf şəklində imzalanıb, amma tarix qeyd edilməyib, tarixi yoxdur deməli. Mona Lisa kimi Vermeerin şah əsəri də kifayət qədər şöhrət qazanmışdı, lakin bu əsəri portret saymaq olmaz, buna tron deyilir, yəni bir xarakterin var olan insanın təmsili anlamına gəlir. Bu əsərdən təsirlənərək roman yazanlar da olub. 1999-cu ildə Tracy Chevalier bu tablonun yaranmasından bəhs edən Mirvari Sırğalı qız adlı tarixi roman yazıb. Romanın motivləri əsasında 2003-cü ildə film çəkilib, 2008-ci ildə isə tamaşaya qoyulub. 12-ci sualda deyir ki, mətnə əsasən aşağıdakı cümlələri hansı ifadə ilə tamamlamaq olar? Əsər 20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərində. Baxın, elə 20-ci əsr, 21-ci əsrlər burada keçir. Nə baş verir? İncəsənətin müxtəlif sahələrə təsir edirmi? Bəli, edir. Çünki onun əsasında roman yazılır. İncəsənət, belə deyək, rəsm ayrı bir sahədir, incəsənətin bir sahəsidir. Yazmaq, yəni yazıyla məşğul olmaq, əsər yazmaq, belə deyək daha dəqiq. Bu da başqa bir sahəsidir. Yəni müxtəlif sahələrə təsir edir. Eyni zamanda film çəkirlər, eyni zamanda tamaşaya qoyurlar. Diqqətdən kənarda qalıb, xeyr, diqqətdən kənarda qalmır. Elə diqqətdə olan dönəmi həmin dönəmlərdir. Heç kimi xoşuna gəlməyib, əlaqəsi yoxdur. Böyük marağa səbəb olub. Təbii ki, əgər roman yazılırsa, film çəkilirsə, tamaşaya qoyulursa, böyük marağa səbəb olur ki, bunlar olur. 1-4 D variantı 12-ci sualda. 13-də deyir ki, altına xətt çəkilmiş söz hansı bəndlə mətndəki mənasına uyğun işlənmişdir? Altına xətt çəkilmiş söz hansıdır? Hardasan? Ay, altına xətt çəkilmiş söz. Burada. Deməli, Haqa şəhərindəki Mauritius rəsm qalereyasında saxlanılır. Qalereyada saxlanılmaq. Baxaq görək, ona uyğun hansı cümlə var? Bu mövcudda keçmişin ən gözəl qızıllar saxlanılır. Orada saxlanmaq, burada saxlanmaq eyni mənadadır. Təbii ki, olacaq elə A variantı. Məclis yarımçıq saxlanıldı. Maşın polis tərəfindən saxlanıldı, xalqların çox əsərdə altında saxlanılır. Bunlarda tamamilə fərqli mənada olur saxlanılmaq sözü. Mətndə üzərində rəqəm qoyulmuş sözlərə sən cədvəldəki doğru fikirləri müəyyən edin. 1. Hansı sözdür? Sırğa sözü. Sırğa sözü niyə məcazi olsun ki? Mirvari sırğa həqiqidir. Amma burada yazıb məcazidir. Bunu çıxırsan gedir. Daha sonra ikinci sözümüz hansıdır? Baxaq. Vermeerin əsərləri haqqda geniş məlumat demək olar ki, yoxdur. Geniş məlumat həqiqi mənadadır. Baxıram, həqiqidə yazıb, doğru. Mətndəki mənasına uyğun işlənmiş cümlə istəyir. Orada həqiqidirsə, elə burada verdiyi cümlədə də həqiqi olmalıdır. Televiziyadakı məlumata hamı inandı. Televiziyadakı məlumat həqiqi mənadadır və 2-ni doğru qəbul edəcəm. Daha sonra 3 hardadır? Gəlir. Nə gəlir?
Buna tron deyilir. Yəni bir xarakterin var olan insanın təmsili anlamına gəlir. Məcazi mənadadır. Baxıram, bəli, məcazidir. Ağlıma bir fikir gəlir. Fikrin gəlməsi təbii ki, məcazidir. 3-ü də doğru qəbul edirəm. Ona görə cavabımız olur 2, 3. B variantı 4-də nədir? 4 hardasan? 2008-ci ildə isə tamaşaya qoyulub. Məcazi mənadadır. Burada isə həqiqi yazıb. Bütün pul onun cibinə qoyulub. Həqiqi mənadadır. Amma mətndəki mənası həqiqi deyildi, məcazi idi. 15-ci suala baxırıq. Mətnə əsaslanmaqla uyğunluğu müəyyən edin deyir. Fikir verin, burada çətin bir şey yoxdur. Səbəb hissəsinə 1 yazıb, nəticə hissəsinə 2 yazılıb. Səbəbini, yəni bura yazacağın nəticəsi buradadır. Bura yazacağın nəticənin səbəbi buradadır. Yəni bu 1 ilə 2-nin bir-birinə bir əlaqəsi yoxdur. 1 səbəbdir, nəticəsi buradadır. 2 nəticədir, səbəbi sol tərəfdə qeyd olunubdur. Ona görə 1-2-ni elə variantlardan baxıb uyğunlaşdırmalıdır. Roman yazılıb. Bəzi yazılar əsərdən təsirlənib, bunun əsasında roman yazılıb. Daha çox gəlir əldə etmək istəyənlər yaranıb, onun nəticəsində roman yazılıb, yox. Var olan insan maraqlara səbəb olub, roman yazılıb, biraz uyğun gələr, amma daha baha qiymətə satılıb deyə ikinci hissəsinin heç nəticəsi uyğun gəlmir. Yazılar tablonun sonraki tali haqqında düşünüblər, roman yazılıb, əlaqəsi yoxdur. Elə ən uyğun B bəndidir. Bəzi yazılar əsərdən təsirlənib. Bu səbəbdir. Nəticədə roman yazılıb. 2-yə də yazılıb, film çəkilib. Roman rejissorlar üçün ilham mənbəyi olur. Nəticədə film çəkilir. Cavabımız olur B variantı. 16-cı sualda deyir ki, mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Baxaq, doğrudur deyir. Bura doğrudur yazıbsa, buradakı doğruları götürməlisən. Bura yanlışdır yazıbsa, buradakı yanlışları götürməlisən. Burada ehtimaldır yazıbsa, buradakı ehtimalları götürməlisən. İndi 1. Mətndəki rəsm əsəri uğurlu hesab olunur. Doğrudur. Şəklin əsas anlamı qızıl sırğalara diqqətini çəkməkdir. Elə bir söz gördünüzmü, ifadə gördünüzmü, fikir gördünüzmü? Qəti şəkildə elə bir şey yoxdur. 2. Yanlışdır, ona görə çıxıram. İndi yanlış olan isə də yanlışı tapmalıyam. Şəkildə tarix qeyd olunmasa da 1994-cü il olduğu təxmin olunur. Xeyr. Bayaqlarım oxuyanda qeyd elədik ki, harada yazılmışdı? Baxın, şəkildə imzalanıb, amma tarix qeyd edilməyib. Yəni 1994 deyə bir şey yoxdur orada, il yoxdur. Yanlışdır, yanlış yazdığına görə götürürəm. Vermeerin digər əsərlərinə fərqli olaraq Mirvari Sırğa qız haqqında geniş məlumat var. Yalandır. Elə burada yalan yazdığına görə bunu da götürəcəksən. Yəni çünki uyğun gəlir də. Niyə? Çünki burada yazmışdı ki, Vermeerin əsərləri haqqında geniş məlumat demək olar ki, yoxdur. Bu əsər də istisna deyil. Bu nə deməkdir? Bu əsər də istisna deyilsə, yəni onların sırasındadır. Məlumatı geniş olmayan əsərlərin sırasındadır bu da. Ehtimal olan hissədən baxıram. Müasir rəssamlıqda bu əsərdən təsirlənib yaranan nümunələr var. Bu ehtimal edirəm ki, onlar da yəni belə bir möhtəşəm tablo varsa, ondan niyə də ilhamlanıb nümunələr yaranmasın? Bu bir ehtimal təbii ki. Əsərə portret demək olmaz, bu isə faktdır. Faktı mən ehtimal kimi götürə bilmərəm. Onu yadda saxlayın. Baxın, haradasa yazılmışdı. Lakin bu əsəri portret saymaq olmaz. Yəni, bu mətndə olan bir fakt. Mən onu niyə ehtimal kimi qələmə verim ki, bu yanlış bir yanaşma olar. 1, 3, 4, 5 cavabımız oldu. C variantı 16-cı sualdır. Mətnlə bağlı son sualımızı da izah eləyək. Yekunlaşdıraq mətnlə bağlı sualları. Mətnin məzmunu ilə uyğunsuzluq təşkil edən fikirləri müəyyən edin. Deyir, uyğunsuzluq. Yəni, uyğun olmayanlar fikirləri seçmək lazımdır. Sənətkarları onların əsərləri yaşadır. Təbii ki. Yaradıcılıq sənətkardan, sənətkar isə yaradıcılıqdan qaynaqlanır. Təbii ki, bir zid fikir görmədim burada. Ona yəqin ki, 3-4 qalacaq. Çünki başqa variantı yoxdur. 2 əsər yanaşı olanda bir-birinə kölgə salır. Hardasa elə bir fikir gördünüzmü? İncəsənət məndirsə elm bizik. Təbii ki, çox mənasız, əlaqəsiz cümlələrdir 3 və 4. Mətnlə bağlı bitirdik. Gəldik son 3 dənə qrammatika sualına. Düzgün fikirləri müəyyən edin deyir. Bilmir və oxumur sözlərində 2 qrammatik şəkilçi var və doğrudur deyir. Bəli. Baxın, bilmir sözü indiki zamanının inkarına söhbət gedir. Oxumur 3-cü şəxsdə. Bilməyir, oxunmayır şəklində yazmırlar. Daha oxunaqlı və deyilişli asan olsun deyə bu formada mamənin inkarlı şəkilçisinin saiti düşür. Yəni bu bilməyir mamədir. Sadəcə əsi düşür, olur bilmir. Oxunmayır olur, oxunmur. Bu m qrammatik, ur qrammatik. M qrammatik, ir qrammatik. Bilirsiniz ki, zaman şəkilçisindən əvvəl inkarlı şəkilçisi, qrammatik şəkilçilərdən inkarlı şəkilçisi gələ bilir. Yoxsa ümumiyyətlə zaman şəkilçiləri birbaşa kökə və yaxud da ki, başlanğıc formaya qoşulurlar. İstisnadır bu qrammatik şəkilçilər sırasında inkar
Şəkilçisi doğru fikirdirmi? Bəli, doğru fikirdir. Ona görə 1-i götürürəm, çünki məndən düzgün hissələr istəyir. Çapar və açar sözləri feil və isim kimi düşünmək olar. Baxaq, çap nə et, çapar nə edər? Qeyri-qəti gələcək. Aç nə et, o qapını açar. Nə baxsa, bu da qeyri-qəti gələcək. Mən qrammatik kimi düşünə bilirəm. Bəli, oldu feil. Bir də deyirəm ki, çapar dağlara qalxdı. Kim? Çapar. Çap nəyə çapar? Atı çapana çapar deyirlər. Bir də deyirəm ki, açar qıfılı açmadı. Nə açar? Aç nə et, açar nə? Burada da isim oldu. Feil və isim kimi düşünmək olarmı? Bəli. Doğru fikirdir, amma qarşısına yanlış yazıb. Bu doğrunun qarşısına yanlış yazanda ümumi fikir artıq yanlış olmuş olur. Yəni mənə düzgün hissə seç deyəndə onu seçə bilmərəm. O gedir cümləsindəki feilə şəxs sonluğu artırmaq olmaz. Bəli, o gedir. Niyə artırım ki? Doğru fikirdirmi? Bəli, doğru fikirdir, üçün götürürəm. Göstəriş sözü feildən düzələn isimdir. Göstər, nə et, göstəriş, nə. Feildən düzəldimi? Bəli, feildən düzəldi. Doğru fikirdir, amma qarşısına yanlış yazıb. Niyə yanlış yazırsan axı? Getdi. Yol və bel sözləri şəkilçisi artırıb feil düzəltmək mümkündür. Yollanmaq, bellənmək, bəli, mümkündür. 5 də doğru fikirlə qarşısında doğru yazıb. 1, 3, 5 cavabımız oldu. D variantı. 19-cu sualda düzgün nümunələri müəyyən edin deyir. Tələffüzdə 2 fərq var. Bayaqçı bir dənə fərq var. 2 fərq yoxdur. Nəzərlə olur nə? Nəzərlə. Lalə, nan, nən formasına düşürdü. 2-ni götürürəm. Vurğu sona düşmür. Layiqdir. Dırdır şəkilçisi vurğu qəbul etməyəcək burada. Layiqdir. Ona görə 3-ü düşməyən deyir, düzdür. 3-ü götürəcəksən, çünki vurğu sona düşmür. Həmin sözü götürməlisən. Layiqdir demirsən ki, layiqdir. Şəxs sonluqlar vurğu qəbul etmir. Güclü, güclü. Şəkilçinin vurğu qəbul etməsinə bağlı bir istisna yoxdur. Güclü vurğu sondadır. Mənə sona düşməyən söz lazım idi ki, o da layiqdir sözüdür. Götürdüm. Səhv yazılıb, həyəcan, qəhrəman. Həyəcan düz yazılıb, amma qəhrəman yanlış yazılıb. Qəhrəman bu formada yazılmalıdır. Cavabımızdan altını seçə bilərik. Səhv yazılan söz kimi həyəcan doğrudur. Yadda saxlayın. Həya. Həya sözü var dilimizdə. Ondan əlaqəsi yoxdur. Həyəcan. 2ə 1a. Qəhrəmanda da yenə 2ə 1a-dır. Kar samit yoxdur. Mədəni. Tələffüz elə mədənidir. M-d-nı kar samit yoxdur. 7-ni götürəcəksən. 8-də d-r-nı, q deyə baxıb görürsən ki, burada da kar samit yoxdur axı. Amma yanılırsan. Sənə kar samit yoxdur deyirsə, sən bunun nəyinə baxmalısan? Tələffüzünə baxmalısan. Tələffüzdə isə söz sonunda q, x-ya keçir adi vəziyyətdə. Sait gələndə, samit gələndə düz onlar dəyişir. İndi o da başqa bir məsələdir. Dırnaq, yəni burada x kar samiti var. 2, 3, 6, 7 cavabımız oldu. C variantı. Sonuncu 20-ci sualda izahləyə və yekunlaşdıraq. Verilmiş cümlə ilə bağlı düzgün fikirləri müəyyən edin. Tüstü Gülzarın gözünü acıtdı. Buna görə də o evi silib süpürmədi. Cümlədə təsirli hallı bir söz var. Tüstü Gülzarın gözü, bu mənsubiyyətdir, amma bu təsirlidir təbii ki. Gözünü acıtdı. Buna görə də o evi, onun evi yox, evi, nəyi? 2 dənə təsirli hal var, bir dənə yox. Bu yanlış fikirdir. Mürəkkəb feil yaxın mənalı sözlərdən yaranıb silib süpürmədi. Silib süpürmək, bəli, yaxın mənalıdır. 2 doğrudur. Altına xətt çəkilmiş sözün amonimliyi var. Gözün amonimliyi yoxdur. Çıxıram, çox mənalığı var. Təsdiqdə olan feil quruluşda düzəltmədir və keçmiş zamandadır. Hanı quruluşda düzəltmə olan? Burada acı, acıt, acıtdı. Bəli, quruluşda düzəltmədir və keçmiş zamandadır. 4 də doğrudur. Yiyəlik hallı söz xüsusi isimdir. Yiyəlik hallı söz xüsusi isimdir. Gülzarın gözü, bəli, yiyəlik hallı söz budur. Xüsusi isimdirmi? Bəli, Gülzar xüsusi isimdir. 2, 4, 5 cavabımız olur nə? B variantı. Bax belə, bu da 20 sualın izahı 5-ci sinifdən 6-cı sinifə qəbul ilindəki olan Azərbaycan dilinə aid suallar. Ümid edirəm ki, sizlər üçün faydalı oldu. Yoldaşlarınızın, dostlarınızda faydalanmağını istəyirsə, yönləndirin. Onlar da izləsinlər, baxsınlar və faydalanmış olsunlar. Nə sualınız olsa yorumlar hissəsinə qeyd edə bilərsiniz. Gördüyüm an cavablandırmağa çalışacağım. Hər birinizə uğurlar arzulayıram. İnşallah ki, istədiyiniz nəticəni əldə eləyərsiniz. Hər birinizə uğurlar. Növbəti izahlarda görüşmək ümidi ilə sağ olun. Hələlik.